Salam, bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütünü təmirə yetiriblər. Problem var. İndi ortanı nəticəni bir yerdə izləyək. Demək, malı açdıq. Burada termostat olur, o yoxdur. Bu hissədə. Burada diod partlayıb. Bunlar hamısı əllə bağlanıb. Klemalar boşdur. Demək, burada nə görürsünüzsə, bunlar hamısı əriyib, plasmas əriyib, iyi də götürüb. Yəni bu qızıb, bu plasmasları da əridib hamısın, birləşən hissələrdə olan. İçi tərtəmizdir, yəni müştəri təmiz sudan istifadə edib, belə deyək. Bağlamayıb, klemanı dəyişirik. Yeni klema qoyduq, istəyə dözən. Yəni, təmizlədik, pasta vurduq. Bu şurup buradan qırılıb kökündən, ona görə bunu ləğv eləyiblər. Mən buradan əlavə dəliyi dəyişdim, məftil qoymuşam. Bir hissəni şurupla, digər hissəni məftillə bağlayacağım. Klemaları taxdıq, ipli klemalarla bu hissələri paykaladıq. Olaraq bir dənə abmanka qoyduq. Demək, bu yenisini götürmədi, abmanka da elədi, götürmədi. Yəni, tez sönüb, tez yanır, işlənmiş. Yerindən çıxmış, işləyən vəziyyətdə bir dənə termostat qoyduq bura. Gücün götürüb, parın verir. Söndü. Yenidən işə düşdü. Belə işimizi tamamladıq. Bizdən əvvəlki usta termostatı ayırdığına görə bütün bu hissələr əriyib, bir bərpa elədik. Nominalın bilmədiyimizə görə termostatın bu qədər əziyyət çəkdik. Çox sağ olun, izlədiyinizə görə.